29-cu suala baxaq. Deyir ki, bəzi K-lar M-dir. Bəzi M-lərdə K-dır. Burada gəlin bunları Venn diaqramı ilə təsvir etməyə çalışaq. Məsələn, bir dənə dairə çəkim. Bu olsun K-nın dairəsi. Deyir, bəzi K-lar M-dir. Bəzi M-lərdə K-dır. Onda bir dənə də M üçün dairə çəkirəm. Və bunların ortaq nöqtələri vardır. Yəni, bəzi K-lar M-dir, bəzi M-lər K-dır. Ona görə onları kəsişdirirəm. Yəni, bəzi K-lar M-dir, bəzi M-lər K-dır. Sonra deyir ki, bəzi K-lar L-dır. Onda bir dənə L üçün dairə çəkərəm, 2 ilə L-nı kəsişdirərəm. Amma cümlənin davamında deyir ki, bəzi M-lər də L-dır. Onda bu L həm 2 ilə kəsişməlidir, həm M ilə kəsişməlidir. Onda buradan çəkirəm dairəni ki, həm 2 ilə kəsişsin, həm M ilə kəsişsin. Deməli, bəzi M-lar da L-dır, bəzi 2-lar da L-dır. Deyir, P isə M deyil. Deməli, onda P-nın dairəsi M-dan tamamilə əlaqəsiz yerdə olmalıdır. Və deyir ki, bütün P-lər K-dır. Onda P-nı çəkirəm bu 2-nin içərisində. Bu da oldu P. Sonra cümlənin davamında deyir ki, bəzi P-lar L-dır. Onda P-nın dairəsini elə çəkim ki, heç olmasa bu L ilə kəsişsin. Yəni 2-nin içində olsun bütün P-lar. Amma L ilə kəsişsin. Onda buradan çəkirəm. Deməli, bu da oldu P. Bəzi P-lar L-dır. Əgər heç bir N-in, heç bir N-nın M olmadığı məlumdursa, hansı mütləq səhvdir? Deməli, N-nın dairəsini biz harada isə çəkə bilərik. Əsas odur ki, M-dan əlaqəsiz olsun. M-yə aidiyyəti olmasın. Onda buralarda da ola bilməz, buralarda da ola bilməz. Ona diqqət etməliyik. Əgər heç bir N-in M olmadığı məlumdursa, hansı mütləq səhvdir? Variantları yoxlayaq. Deyir, bütün N-lar P deyil. Hansı mütləq səhvdir? Bütün N-ların P olmasını yoxlayaq. Bütün N-lar həqiqətən burada P-nın içində ola bilərdi. Yəni, niyə də olmasın? Ola da bilər, olmaya da bilər. Məsələn, burada deyir, bütün N-lar P deyil. Burada deyir ki, bütün N-lar P-dir. Bütün N-lar P-ya daxil də ola bilərdi. Qıraqda da ola bilərdi. 2-yə daxil olub, P-ya daxil olmaya da bilərdi. Yəni, hər şey ola bilər. Yəni, bir dənə M-dan əlaqəsiz olsun. Onda A-ya və B-yə səhv deyə bilmərik. Ola da bilər, olmaya da bilər. Deyir, bütün K-lar N-dir. K-nın dairəsinə baxsaq, bunlar hamısı K-dır, düzdür? Onda bütün K-lar N-ya daxil olsa, onda N ilə M-nın kəsişməsi yaranır. Çünki K ilə M-in ortaq yeri var idi. Onda bütün K-ların N olması mümkün deyil. Bu səhv sayılır. Bir dənə o biri variantlara baxsaq, bütün P-lər N-dir. Ola bilər, məsələn, N P-dan böyük olar, bütün P-lar N-ya daxil ola bilər. Və yaxud da ki, bütün N-lər K-dır. Məsələn, K-nın içində N-nı çəkə bilərəm. M ilə kəsişdirmərəm, amma ki, K-nın içinə yerləşdirərəm. Mümkündür, amma C variantı alınmır.